Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün qabardıqca qabaran, dadlı, ləzzətinə doyum olmayan ekler pirojnaları hazırlayacağım. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 1 stəkan su, yarım stəkan süd, 150 qram kərə yağı, 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı duz əlavə edib qazanı ocağın üzərinə qoyuram. Yağ tam əriyib qaynağa düşəndən sonra içərisinə 200 ml stəkanla stəkan yarım un əlavə edirəm. Dayanmadan qarışdıraraq unu bişirirəm. Təxmini 5 dəqiqə bişirilir. Baxın, belə bir kövrək, yumşaq bir xəmir alınır. Bu zaman ocağı söndürürəm və qazanı bir kənara qoyuram ki, xəmir soyusun. Xəmirin soyması üçün ara-sıra qarışdırıram. Xəmir ilıq olanda içərisinə yumurtanı tökürəm. Yumurtanı bir-bir əlavə edib qarışdırıram. Bu xəmir üçün 6 ədəd böyük ölçülü yumurtadan istifadə etdim. Belə bir qatılıqda xəmirimiz alınır. Xəmiri sıxma torbasının içərisinə tökürəm. Soba listinin içərisinə yağlı kağız yerləşdirirəm və sıxma torbasından kəsəndən sonra xəmiri soba listinin içərisinə tökürəm. Ekleri müxtəlif formalarda bişirmək olar. İstəsəz uzunsov formada da bişirə bilərsiniz. Bu qayda ilə hazırladıqdan sonra eklerləri əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Qeyd edim ki, sobanı açmaq olmaz. Eklerlərin üzəri tam qızardıqdan sonra sobadan çıxarılır və soyması üçün bir kənarda gözlədilir. İndi isə kremi hazırlayıram. Krem üçün qabın içərisinə 2 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 ədəd vanilin və 1 cimdik duz əlavə edib qarışdırıram. Üzərinə 1 stəkan un töküb yenidən qarışdırıram. Baxın, belə bir qatılıqda olur. İndi isə süd tökürəm. Mən 1 litr süddən istifadə etdim. Biraz süd töküb qarışdırıram ki, içərisində topaq qalmasın. Daha sonra isə südün qalan hissəsini də əlavə edirəm. Qazanı ocağın üzərinə qoyuram və
Krem tam bişənə qədər dayanmadan qarışdırıram. Baxın, belə olduqda krem qaynayıb qatılaşanda ocaqdan götürürəm və içərisinə 200 qram yumuşaq yağ əlavə edirəm. Yağ tam əriyənə qədər də qarışdırmaq lazımdır kənarda. Kremin də tam soyması üçün kənarda gözlədirəm. Ara sıra qarışdırmaq lazımdır. Krem soyduqdan sonra mikserlə biraz qarışdırıram. Daha sonra isə içərisinə bir banka qaynadılmış, qatılaşdırılmış süd əlavə edirəm. Südü az-az əlavə edirəm qaşıqla və mikserlə yaxşıca qarışdırıram. Mən kremi çox hazırladım. Başqa şirniyyata istifadə etdiyim üçün siz bu eklər üçün kremin yarısını hazırlaya bilərsiniz. Yəni ərzaqları tam yarıya bölərək hazırlaya bilərsiniz. Kremi soyuducuda 2 saat gözlədirəm. Eklərlər də tam soyuduqdan sonra kremləmək üçün bıçaqla biraz kəsirəm. Qeyd edim ki, bu eklerlərin bir hissəsidir. İçi bu qədər ekler alınıb. Sıxma torbasına kremi tökürəm və eklerləri bu qayda ilə kremləyirəm. Sonda eklerlərin üzərinə şəkər pudrası tökürəm. Zövqə görə ərinmiş şokoladdan da istifadə edə bilərsiniz. Əziz xanımlar, olduqca dadlı, bərəkətli eklerlər alınır. Əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.